Tamamdır. Deməli belə, keçən səfər belə deyim, API-yə hətta Get API-yə də məsələn məlumatı göndərib bu formada çəkməyi də öyrəndik. Yeri gəlmişkən elə sən özün bayaq dediyin kimi də məsələn yazdığımız API-ləri biz dedik run eləyəndə application-i get request-i göndərmək üçün onda adətən biz belə deyim də sorğunu brauzerdən göndərirdik. İndi fərz eləyək. Dedik, hə, fərz eləmək ümumiyyətlə belə yanaşaq. İndi hal-hazırda getlər aydın oldu da, yəni URL formatındadır. İstənilən bir yerdən brauzerdən göndərə bilərik və digər dediyim toollar hansı ki, indi qeyd eləmədik videoda. Bundan qısa olaraq müzakirə edirik özümüz. Bunun üçün əlavə toollar da var. Hansı ki, sən dediyin kimi Postman var, Insomnia var və s. və ilə axır. Belə toollar da var test eləmək üçün. Həmçinin də Swagger də var. Hazır belə deyim də o hansı ki daha rahatdır və öz proyektinin üstündə belə deyim də gəlir. Digərləri isə əlavə proqram təminatı, yəni kənarda yükləyə bilərsən. Ondan ziyadə Visual Studio'nun özündə yox. Məsələn, Visual Studio kod var. Onda da hazır extension məntiqi ilə eləyə bilirsən. Extensionləri yükləyirsən. Eyni qaydada oradan da test eləyə bilirsən. Yəni Postman'ın extensionu var. Tutaq ki, Postman'ın özünü yükləməsən. Visual Studio kodda da e, orada da paketləri əlavə edib həmin belə editorun içindən belə API-ləri test eləyə bilərsən. Əsas məsələ odur ki, request-in göndərilməsi. İndi normalda məsələn belə də yanaşa bilərik də. No, biz API yazırıqsa, onsuz da yazdığımız API-yı nə demişdik? Ön tərəfdən və yaxud front tərəfdən bir hər hansısa bir cihaz və yaxud application çağıra bilər. Bu ola bilər mobil application ola bilər və yaxud ola bilər bizim veb saytımız da belə deyim. Veb saytımız. Bu API də düzdür, hər yerdən çağırıla bilər. Bunlara bənzər mən kənarda bir dənə tool da düzəldə bilərəm. Hansı ki, məsələn, bayaq dediyimiz example olaraq bir elə Postman var, nə Insomnia var, nə və sair və elə. Əslində bax, bu frontun və yaxud mobilin necə işləyirsə, oxşar məntiqlə də bu applicationlar da o qayda ilə işləyir. Yəni necə mobil application bura request göndərə bilir, backend-ə də belə deyim. Bunun altında onsuz da ki, backend-ün yatır. Məsələn, web application ola bilər. Necə request göndərirsə, buradakı applicationların da əslində əsas məntiqi odur ki, həmin sənin API-və sorğu göndərsin. Məntiq olaraq onsuz da ki, API hər yerdən sorğu göndərilə bilən bir şeydir. Bu iki cihazlarımızda, sorry, cihaz deməyək, proqram təminatları deyək, alətlər deyək, toollar deyək, onlar da normal qaydada göndərə bilərlər. Məsələn, indi get requestlər üçün dedik ki, bunlarsız belə test eləmək üçün URL-dən istifadə edə bilərik. Çünki brauzerdə dedikdə ссылка və yaxud da link hissəsində açılan yerə həmin biz tam formatımızı göndərsək, API-imizin dəqiq ünvanı. Oradan da get request avtomatik göndərilə bilər. İndi məsələn brauzerdə biz belə deyim, indi deməyək, biz adətən əsas iki request tipi ilə də və yaxud REST API tipi ilə tanış olduq. HTTP post və HTTP get. Bircə dəqiqə üzr istəmək üçün zəng gəldi. Hə, indi- Okey. Dedi ki, əslində belə yanaşa bilərik də. API-lərimiz də müxtəlif növlərə bölünür, belə sadə halda desək. Biz əslində üstünə qısa keçmişdik belə deyim. Məlumat əldə etmək üçün dediyimiz kimi get requestlərimiz olur və yaxud get tipindən olan API-lərimiz olur, hansı ki məlumatlar əldə edirik. Demişdik ki, onu bu formada heç bir məlumat göndərmədən belə bütün məlumat toplusunu əldə edə bilərik və yaxud spesifik məlumat lazımdırsa bu formada. İndi biz burada həm də belə məntiqdə yanaşa bilərik ki, ümumiyyətlə məsələn application-a baxanda məlumatlarımızı, məsələn web application-ımız var. Web application'ımız var. Orada məlumatlarımızı bir yerdə saxlaya da bilərik. Hansı ki, məsələn, database-lə işləyəndə də, sən belə konsol üstündən hazırda test eləmisən. Eyni məntiq elə bir bura götürsək, konsol application yerinə bizim olsa web application, o da məlumat bazası ilə və yaxud verilənlər bazası ilə belə deyim işləsə, hətta onun alternativ faylı ola bilər, fərq eləmir. Biz ona elə bil məlumat göndərə bilirik. Necə ki konsoldan məlumat oxuyurduğa daxil edirdi, enter vurdu, o məlumat gedib konsol readline-la oxuyub, onun üstünə müəyyən əməliyyat eləyirdi, faylı yazırdıq və ya verilənlər bazasına. Eyni məntiqi burada da eləyə bilirik. Necə ki get request-ə də yenə bax, biz buna məsələn belə bir spesifik data göndərdik ki, bunu mən sənə göndərirəm, buna uyğun məlumat çək.
Eyni ilə müxtəlif tipli datalar da göndərə bilərik. O situasiyada ola bilər ki, biz sadəcə datanın məlumatı və yaxud datanı da belə deyim, göndəririk, amma bizə heç bir məlumatın qayıtmağını istəmirik. Məsələn, deyirik ki, bu məlumatı və yaxud belə düşün, kitabın məlumatlarını və yaxud şəxsi məlumatlar ola bilər, adı, soyadı, nə bilim, e-maili göndəririk ki, bunu saxlasın. Məsələn, bu nümunə olaraq nəyə görə bilərik? Qeydiyyat forumları olmur. Məsələn, lap ilk ağla gələn sosiallardan olsun da, Instagram olsa. Ha. Burada məsələn bax, bizdən məlumat istəyir. Gəl indi bax, burada hətta belə bir şey göstərəcəm. Burada məlumat istəyir, düzdür? Biz bura məlumatlarımızı yazdıq. Bu düyməyə vuranda həmin sorğu gedir elə bil backend API-yə. Biz bayaq dedik ki, get requestləri test eləmək üçün bu URL hissəsindən də göndərə bilərik bu formada, amma post request, post deməyək, digər tipli requestləri artıq buradan göndərə bilmirik. Yəni bu URL və ya ссылка hissəsi elə bir məlumatın edilməsi üçündür də. Ekvivalent olaraq gedəndə get requestlərə oxşayır. Yəni get requestləri və yaxud icra eləmək üçün istifadə edə bilərik. Amma digər tiplərdə istifadə eləmirik. İndi digər tiplərdə ən çox istifadə etdiyimiz nədir? Hansı ki, bayaq dedik, biz məlumatı bir yerə göndərmək istəyirik və göndərəndə, məsələn, verilənlər bazasında saxlaya bilərik və yaxud faylda saxlaya bilərik. Bu kimi situasiyalardan ən çox istifadə olunan da HTTP post idi. Yəni o bu formada yazılır. Məsəl üçün post request deyirlər buna və yaxud post API. Bunu da eyni açar sözlə oxşar formada belə deyim də yazılacaq. Açar söz olaraq HTTP burada sadəcə URL yox. Bunun alternativi buradakı post istifadə edəcək. Hə, Post API məsələn artıq burada test eləmək olmur, çünki məlumatları biz bura əldə eləmək üçün yox, adətən saxlamaq üçün göndəririk. URL hissəsi də adətən ona imkan vermir. Və posta fərqli getdən fərqli olaraq post requestlərdəki məlumat bu hissədən getmir. Məsələn, bir saniyə müsavat ona girək, bax, xəbər saytında. Tutaq ki, bir dənə bax, buna vurduq da, URL hissəyə fikir ver və burada dəyişilir. Bu hissədən deyir ki, bax, bu məlumatı göndərir ora, mənə bu məlumata uyğun məlumatı çəkir, gətirir. Bunu rahat şəkildə və buradan göndərə bilirik. Amma post requestlərdə, Abi eşidirsən? aha, Abi bir dəqiqə mənə elə zəng gəldi. Olar bir dəqiqə. hə, olar. Bizdə saniyə gözləm də bir dənə pauza eləyək. Hə, okey. Dedik ki, get requestlərdə bax bu formada məlumat göndərilir. Başqa ekstra deməyim də əslində əlavə məlumatlar göndərilir. Hələ ki ona keçməyək, o heç o ayrı məsələ. İndi digər tipli dedik, ən çox istifadə olunanlardan biri də posta hansı ki məlumat göndəririk. Bu halda məlumat göndərəndə artıq biz URL-dən hansı ki var bu formada belə deyim də buradakı əslində yazılış olaraq bunu oxşayacaq, amma buradan qəbul edilən məlumat elə bil URL-də sılka kimi də bu hissədə bunun hissəsi kimi görməyəcəyik və yaxud burada o məlumatları görməyəcəyik. Ona görə belə deyim, requestlər backend-ə request gedəndə bir dənə anlayış daxil eləyəcək. Backend-ə request göndərəndə API-mizi və yaxud çağıranda. O iki tipə bölünür. Elə bil ki, bizim API-miz var, ha. API-mizə biz məlumat göndərəndə və yaxud API-mizə API onsuz da məlumat göndərmək nə deməkdir? Həmin bir API-mizi belində istifadə edirik, çağırırıq, ona bir istek göndəririk. Bu kimi də belə bu anlayışlar əslində ekvivalent olur da. Hə, API-mizi çağıranda və yaxud ona məlumat göndərəndə və yaxud onu istifadə edəndə. Bu anlayışla nəzərdən keçirmək lazımdır ki, API-lərimiz adətən iki formaya bölünür. Həmin belə deyim, daha doğrusu ona göndərdiyimiz sorğu iki hissədə, yox, belə deməyə biraz aydın. Biz ona sorğu göndərəndə məlumatın əldə olunması və s. və ilə axır iki, daha doğrusu bizim göndərdiyimiz məlumat iki formaya bölünür və yaxud iki hissəyə bölünür. Bunlar nədir? Məlumatın, belə deyim də, biri adlanır header hissə, biri adlanır body hissə. İngiliscə deyəndə biri gövdə və yaxud biri də baş, belə deyim də, əsas hissə, baş hissə. Belə tərcümədə biraz qəribə səslənir. Bunlar nədir? Birinci hissə bizim çağıracağımız API-yə spesifik məlumatlar göndərmək üçündür. Məsələn, bunlardan biri nə ola bilər?
Bizim indi bax biz belə dedik də, Instagrama məsələn giriş eləmədən hər hansısa bir məlumatı əldə edə bilmirik də. Normalda məsələn bax, biz giriş eləməmişik ki, girib burdan nəsə istifadə eləyə bilmirik və yaxud hansısa bir istifadəçinin detallı məlumatlarına çox baxa bilmirik. Bu amma nə vaxt görürük? Hesaba daxil olandan sonra. Amma halbuki, məsələn, eyni bir dənə API-dır. Mən hesaba daxil olmadan çağıranda mənə deyir ki, məlumat əldə edə bilməzsən və yaxud məni bir başqa yerə yönləndirir. Amma hesaba daxil olandan sonra həmin məlumatı mən görə bilirəm. Buradakı bax məsələ nədir? Fərq nədir ki, niyə birində biz məlumat ala bilirik, birində niyə yox? Çünki birində e, bayaq göndərdiyimiz sorğunun əsas hissəsi və yaxud header deyirlər də, header hissəsində əlavə məlumatlar göndəririk. O əlavə məlumat bax nədir? Biz bura daxil eləyirik istifadəçi adımızı və parolu. Bu düyməyə vurandan sonra bu məlumatlar həmin bax body hissədə göndərilir. Instagramın belə deyək də API-nə. Göndərilir ki, body hissəsində mənim username'im filandır və passwordum da filan şeydir. Sən bu məlumatları mən sənə göndərirəm, növbəti iş sənin API-indir. Onların da API-də nə edir? Gələn məlumatı götürür, öz belə deyim də məlumatdan istifadəçi məlumatların saxladıqları database ilə qarşılaşdırır ki, belə bir istifadəçi adı və parolu bizdə varmı? Varsa deyir ki var, yoxdursa deyir yoxdur. Məsələn, var olanda tutaq ki 1 qaytarır, 1-0-la gedəndə. Olmayanda 0 qaytarır. 0 qaytaranda artıq beləndə profilə sən daxil ola bilmirsən, amma 1 olanda daxil olursan. Hə, indi daxil olanda sənə spesifik əslində bir simvollar da göndərir. Növbəti mərhələdə, məsələn, bayaq dediyimiz indi məsələyə qayıdaq. İstifadəçilərin ətraflı məlumatlarını əldə etmək istəyəndə sənə həmin bu hansı ki istifadəçi adı onunla parolu və özündə doğruladı, xüsusi simvollar deyək də X, Y, Z belə bir simvollar toplusu göndərir. Əslində bu spesifik olsa da bunun içində sənin məlumatların şifrəli şəkildə belində saxlanılır. Lora şey desə, aydınlıq gətirsək. Və buradakı bu məlumat unik olur da, hər kəsə aid deyil. Bu sənə belə deyim də, sadəcə sənə özəl bir simvollar yığını olur. Şifrələnmiş halda təbii ki. İndi bu məlumatı növbəti səfər sən hər hansısa bir Instagramda olandan gedir, hə, istifadəçidən. Daha doğrusu sonra, orada olan bir istifadəçinin məsələn şəklinə baxmaq istəsən və yaxud profilindəki informasiyaya baxmaq istəsən, bu simvolları sənin ora göndərmən lazımdır. Artıq bax bu kimi spesifik simvollar request'in bodysində yox, header hissəsində gedir. Elə bil bax buradan nə çıxdı? Body'dəki informasiya xarakterli olur, müəyyən bir məlumat əldə etmək istəyirsən, amma header'dakı daha spesifik məlumatlardır və sənə özəldir. Bu bildirir ki, artıq gələn bax bu requestimiz onsuz bütövdür də. Bu hissələrə bölsək də bütöv kimi baxanda. Bu Instagram artıq sənin header hissəsində gələn xüsusi məlumatlarla müəyyən eləyir ki, bu istifadəsi artıq belə deyim də mənim sistemimə düşən bir istifadəsidir. Hə, sən bu spesifik məlumatları göndərməsən, bu baxacaq ki, bunun request'in əsas hissəsində də belə deyim də, bu header hissəsi məlumatlandırıcı xarakterli sayılır. Bu isə əlavə bir məlumatdır. İstəyərsən bunu göndərərsən, göndərməzsən və yaxud bunu save eləyərsən, eləməzsən ayrı məsələdir. Bu hissə adətən dediyimiz kimi userlərlə bağlı informasiyanı saxlamır. Necə saxlamır? Deyə bilərsən ki, məsələn, burada istifadəçi adı ilə parolu göndərdi. Bu da yenə istifadəçiyə xas olan məlumatdır da. Tamam doğrudur, istifadəçiyə aid olan məlumatdır. Amma ki, bu müəyyən əməliyyatı görmək üçün istifadə olunur. Məsələn, məlumatı bazaya yazmağa, verilənlər bazasına saxlamağa, tutmağa və yaxud dəyişiklik eləməyə və s. Amma buradakı isə buradakı məlumat adətən nə verilənlər bazasında, nə faylə yazılmaq üçün yox. Adətən sən doğrulayır ki, bu mənim istifadəçimdirmi yoxsa yox. Mənim belə deyim də xüsusi servislərimi çağıra bilərmi yoxsa yox. Doğrulamaq üçün, təsdiqləmək üçün bu kimi informasiyalar üçün istifadə olunur. Ona görə iki hissəyə bölürlər ki, regression header hissəsi və body hissəsi. Aha. Bunu niyə görə dedim? İndi biz düzdür, get requestlərdə də əslində istənilən requestdə bu hissələr olur. Amma ki, adətən məsələn get requestlərdə ilkin olaraq deyək də, adətən demə ilkin olaraq məsələn bu sistemdə məsələn xəbərləri gətir, burada götür.
O kimi şeylərdə request-in header hissəsində spesifik bir məlumat göndərməyə ehtiyac yoxdur. Çünki bu public, hamıya açıqdır, xəbər saytıdır. Yəni burada elə istifadəçiyə bağlamağın çox da önəm kəsb eləmir. Hə, o sənin stratejiyan olaraq bağlayarsan məlumatları, nə bilim, pull eləyərsən xəbərləri, o ayrı məsələ, bağlayarsan. Amma hal-hazırda bu bağlamayıb da, belə deyim, publicdir. Və ona görə də bir header hissədə, request-imizin header hissəsində belə spesifik məlumat göndərməyimizə ehtiyac qalmır. Amma Instagramda məsəl üçün bunun kimi digər sosial şəbəkə ola bilər və yaxud digər saytda ola bilər də, nə bilim, sistem ola bilər, nə və sair və ilə axır ola bilər. Hə, sistem demişəm. Məsələn, universitetdə idarəetmə sistemi var idi sizdə. Ha, deyəsən Unibook idi deyəsən. Yox, hə. İstifadə, yəqin ki, ora daxil olmaqsan sizə user parol vermişdilər də. Ha, ha, Hə, Unibook idi. məsələn, o istifadəçi adı və parolu olmayanda sən normalda onlara daxil ola bilməzsən də və yaxud məlumatları istifadə eləyə bilməzsən. Bir də ki, o universitetdən kənar daxil ola bilirdiniz, yoxsa ancaq universitetdə? Abi, Çox necə istifadə başa edirsən düşmürəm. deyəsən. O O sistem var, biz belə deyim, sistem elektron sistemimiz universitetdə də. ha, Onu aktiv istifadə edirdiniz, yoxsa yox? ha, aktiv yox, sadəcə imtahandan imtahana balla zada baxıb Hə, belə. baldan bala. Jurnal onda, hə, jurnala yazılırdı digər şeylər, məlumatlar. Hə, mən Hə, bir sözüm abi. aha, Açıq şey deyim. Yəni elə də maraqlı değildi mən. nə Amma üçün? yazılırdı. Hə, Yəni amma bilirəm, hə, elektron jurnal bəli var idi. İndiyənə hə, qədər elektron yəni jurnal var. qayıqdan kəsilmişdim. Hə, kəsin. İndiyənə qədər. Onda maraqlı olmuşdu. Onda bir də baxdım, gördüm ki, keçib ki, limiti. Hə, qayıt film testini keçmiş olsun. Hə, o Abi söz deyim. o sistemdə, hə, Bir dənə buyur. sual verim. Üzr Buyur. istəyirəm, bir dənə sual verim abi. Eybi. Baxla keçdi. Deyirsən o postun vaxtında Yox, verilmədi bu narahat olma, sual. qayıdacağım ora sonra. Abi deyirsən ki, Aha, Idrislə, Bodislə, okey. aha, Biz hər hansı bir şeyi məsələn save eləmək üçün hər hansı bir şey, məsələn API-dir. Tutalım ki, bizim ehtiyacımız post API-miz var. aha, Biz ona basırıq, o body hissəsində gedir, məlumatlar yazır. Okey. aha. Abi sonra deyirsən ki, qaytarır response-da, qaytarır bu header-da. Yox, yox, qaytarı yox. Bax, belə deyək. İki dənə məlumat var. İstifadəçinin adı, username, bir də məsələn, bax, parol. Bunun üstündən gedək də. Sən elə bil back-enddə sorğu göndərirsən, API-nin vasitəsilə bu məlumatları göndərdi. Bu məlumat artıq get məlumatı deyil də. Niyə görə get məlumatı deyil? Çünki sən burada istifadəçi və parolunu göndərirsənsə, bu artıq verilənlər bazasına müraciət eləyəcək, doğrulama eləyəcək. Sənə bunun nəticəsində belə deyim, spesifik məlumatlar qaytaracaq. Məsələn, bu şeyə oxşamır da. Məsələn, kitabların siyahısını gətir, nə bilim, və yaxud jurnalda olan tələbələrin siyahısını gətir, qiymətlərin siyahısını gətir. Bu tipli olmur. Burada bir müqayisə əməliyyatı olur, verilənlər bazasına göndərir, budumu, doğrudumu və bunun nəticəsində başqa bir informasiya göstərir. Düzdür, əlaqəli məlumat qaytarır zaten qaytarmağına, amma tipik olaraq biraz fərqli olur. Həm də ki, bu məlumatların istifadəçi adı ilə parolun get request-ə göndərilməsi yaxşı sayılmır. Niyə görə? Çünki get request publicdir, görünə biləndir də. Bu hissədən daha açıq görünə bilir. Amma bayaq dediyimiz məsələn bunu post request-lə göndərəndə artıq sən bunu body hissəsində göndərirsən. Həm URL-də belə görünmür. Bir növ bir birində sadə təhlükəsizlik məsələsinə riayət eləmiş olursan. Həm də ki request-in belə deyim də bodisində olanda açıq şəkildə görünmür. Həm orada simvol problemində məhdudiyyət yoxdur. Buradakı sılka hissəsi var, məhduddur. Eee, s- Dəqiq uzunluğu yadımda qalmayıbdı, düzü yadımdan çıxmışlarsa görüm. Çoxdan baxmışam, amma bu hissə məhduddur. Sənin o requestin body hissəsi məhduddur. Nə qədər sizin informasiya göndərə bilərsən. Hə, bayaqkı məsələyə qayıdaq. İndi burada sən bu sadəcə istifadəçi belə deyim də doğrulaması mərhələsində keçərli olan bir məsələdir. Bunu göndərirsən backend-ə, bu gedir bazada baxır ki, verilənlər bazasında mənim belə bir istifadəçim varmı burada yoxsa yoxdur həmin parolla. Varsa artıq nə edəcək? Gəlir buna bir dənə elə bil ki, istifadəçi məsələn atıram da adından, e-mailindən, soyadından,
və başqa nə ola bilər? Tutaq ki, yaşını da əlavə eləyir, bir dənə yığır, stringə tutaq ki də string formada məlumat düzəldir. Hansı ki biz stringləri biz birləşdirirdik ya. Onları birləşdirir hamısını, sonra bunları şifrələyir. Bu artıq olur xüsusi belə qarışıq simvollar. A, X, B, Z, nə bilim T, T, T belə bir şeylər simvol olur. Baxanda normalda heç bir şey başa düşə bilmirsən. Bu simvolları artıq sənə geri qaytarır. Bu həmin Aysa, bir məsələ budur abi. proqramdır. Aha. Bilirsən abi, onu mən görə bilmirəm də, o qaytaran şeyi Hə, soruşurdum və hətta indi bax o nə qaytaranı qaytar? necə? Onu da indi gələcəkdim. Bax o hissələri əslində brauzerdən görə bilirik hər bir. Bunu bağlayırıq. Brauzerdən gedən istənilən requestləri görə bilirik. Bu onsuz da məsəl üçün görməyimizin mənası nədir? Normalda da var. E, dedikdə necə gedir? Məsələn, mənim web application'ım var. Web application'ı və yaxud mobilim. Bu da mənim API-imdir. Zaten buradan belə deyim də təsvir üçün bu ox işarələrini qoyurduq da. Bu buradan gedən bir requestdir. Və yaxud istək də deyə bilərik də. Webdən olsun və yaxud mobildən olsun. Bu requestlərin hər birini görə bilir. Düzdür, mobildə biraz belə deyim də telefonda birbaş görmək olmaz, əlavə tool falan qoşmaq lazımdır. Amma webdə rahat görə bilirik. Bunun da əslində digər yandan brauzer özü təmin eləyir. Burada həmin bizim development pəncərə sayılır da F12-ni vuranda və yaxud inspect pəncərə deyirlər, o açılır. Burada çox məlumatları var görə bilirik. Və abi, bax bunu deyirdim, bax bu Hə, bax bu məsələdir. məlumat. Məsələn, bunu Mobildə görmək olmur, amma isə webdə hə, isə hə, görmək olur. mobildə biraz şeydir də belə deyim. E, mobil cihazımız və yaxud applicationımız tam onun üçün nəzərdə tutulmayıb. Düz development mühitində görə bilərsən o ayrı məsələ və yaxud da əlavə tool falan qoşmalısan görmək üçün. Amma brauzerlər bunu açıq şəkildə təmin edə bilir bizim üçün. Həmin bu dediyimiz yadındadırsa front-end və back-end ilə bağlı belə ayrımcılıq keçəndə dedik ya front kodda burada görünür. O da yenə nəyin sayəsində? Brauzerin sayəsindədir. Yəni brauzer bunu təmin eləməsə, göstərməsə təbii ki biz də görə bilmərik. Onun üçün də yenə Hə, əlavə alternativ yollar izləməmiz lazım. Bu bizim gördüyümüz bax birinci element yazılan hissə kodlarımızın göründüyü tərəfdir. Amma HTML, front tərəf. Çünki HTML demək, ya burada həm HTML var, həm CSS var, həm JavaScript var. Və burada məsəl üçün görsən, bu skript təqləridir, JavaScript fayllarınındır. İndi bilmirəm nə qədər məlumatsan, JavaScript faylları fronta əlavə olunma şəkli bir neçə cürdür. Fayl kimi də əlavə eləyə bilirsən. Məsəl üçün, deyəm dəqiqə, bu fayl kimi əlavə eləməyib. Bir dəqiqə. Ya elə bil həmin skript kodlarını belə deyim də skript tag açırsan, HTML tagidir normal. Bunun arasında yazırsan JavaScript kodları həmin səhifədə də istifadə olunur. Bunun digər versiyası var. Məsələn, başqa bir fayl yazırsan, bura sadəcə import edirsən də bir fayl məntiqi ilə. Və sairə və ilə axır. Eynilə bu CSS-də də şamildir. Amma HTML-də adətən bu belə olmur da. HTML mütləqdir ki, burada qeyd olunsun. Burada gördüyümüz kodlar sadəcə front kodlardır. Backend kodları dedik ki, zaten brauzer tərəfindən anlaşılmayan kodlardır. Onlar mütləqdir ki, serverdə belə deyim də run olsun, icra olunsun. Və çalışması üçün demişdik ki, serverə ehtiyacımız var. Brauzer ona görə təmin eləyə bilmir. Front kodlarının görünməsini və çalışdırılması üçün artıq brauzerdə belə deyim də bütün lazımi toollar var. Bu birinci element pəncərəsidir. Həm belə deyim, bayaq dediyimiz front kodları burada yer alır element. Ondan sonraki taba keçməmişdən soldakı iki dənə işarə var. Bax bu ox işarəsi nədir? Spesifik bir yerdən ki, belə deyim də, front kodunun üstünə gəlib onun kodlarına baxmaq istəyirsə, onda bunu klik eləyirsən. Məsələn, bu button koduna. Buttonun koduna baxmaq istəsən, gətirsən də bunu vurursan, bax burada sənə açıq şəkildə buttonun kodunu sənə göstərir. Məsəl üçün, bax burada F2-ni bassan və yaxud mouse'la da belə eləyə bilərsən. 2 dəfə üstünə klikləsən. Məsələn, burada gətirib belə bir yazılar yazsan, bax görürsən, burada da dəyişilmiş olur. Məsələn, amma front şey XML ilə yazılıb. Yo 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 bu HTML. Əslində XML formatına bənzəyən formatdır, tag formatıdır. Amma bu Hə. XML yoxdur burada. Bu şeydir, front kodlardır, HTML-in tagləridir. Və bunlar hər biri HTML-in tagləridir. Div-dir, forumdur, məsələn buttondur. Button bu düymənin alternatividir. Button sözünü əslində elə bilərsən də ingilis dilində e, Hə, bir düymə də düymə düymə. kimi də tərcümə olunur. Həmin bax bu belə deyim də front tərəfdən gedəndə bu kimi düymələr olur. Klikləyirsən, daha doğrusu və yaxud klikləmə bilirsən də mousedan toxunursan 2 dəfə və yaxud bir dəfə də belə deyim. O mənada. Hə, bunu vuranda bax bunlar şeylər adlanır, button adlanır və onların HTML kod qarşılığı button.
Onlar hər hansısa bir belə əməliyyat icra etməyə, düyməni vurmağa falan belə bir şey yarayır. Və burada da gəldiyi kimi front kodlarına biz özümüz üçün belə müdaxilə eləyə bilirik. Burada istədiyimiz bir şeyləri yaza bilirik, nə bilim, eləyə bilirik. Amma bu sadəcə müvəqqəti xarakterlidir. Səhifəni yeniləyəndən sonra hər şey öz yerinə qayıdır. Yəni, gördün, bayaqki məsələni dəyişdirə bilər. Məsələn, burada istədiyimiz şeyi, məsələn, istəyərik silə bilərik. Gəlirsən buradan, məsələn, delete düyməsinə buradan, bax, onları görsən silə bilirsən. İstəyirsən, məsələn, bunu seçdin, bu element deyil, şəkildir. Gəlirsən, bunu silirsən, məsələn, gedir. Sadəcə sənin belə deyim, müvəqqəti xarakterlidir. Çünki bax, bu brauzeri mən də açmışam, sən də açmısan. Burada göstərilən məlumatlar və dəyişdiyimiz sadəcə mənə özəldir. Sən dəyişdirsənsə sənə özəldir. Yəni bu şeyə təsir eləmir. Normalda da təsir eləməz. Çünki front kodu da olsa, yenə də bu zaten server tərəfdə qalır. Onsuz bax bizim deməli belə deyim də web application'ımız var. Düzdür, web saytı hazırlamışıq. İki yerə ayırmışıq. Front kodlarımız var, backend kodlarımız var. O kodların hər biri zaten serverdə qalmalıdır. Bu mütləqdir. Çünki digər tərəfdən düşün də serverdə qalması sənin brauzerin nəyi necə göstərə bilər ki, bu URL altında olan kodlar beləmi olmalıdır, elə olmalıdır. Vahid bir mərkəzdə qalması daha məntiqlidir. O serverdə olsa belə, indi sən bu sılkanı daxil edəndən sonra front hissənin kodunu artıq bir növ elə bil belə düşün də, brauzer sənin öz lokalında belə deyim, save eləmiş olur və yaxud save eləmiş olmur da o biraz şey səslənir, nə deyim, düzgün səslənmir. Sənə göstərilməsini təmin eləyir. Server tərəfdən elə belə alır və yaxud da server tərəfdən o front kodların başa düşdüyünə görə sənin üçün əlçatan eləyir də, belə deyim. Hə, nə deyəcəkdim? Okay, bu düymə onun üçündür. Sonra buradakı düymə istəyirsən böyütməyə və yaxud balacalatmağa və yaxud da mobil cəhətdən necə görünəcək, onu qısa şəkildə görə bilirsən. Yuxarıdakı hissələrə fikir ver. Bax, buradan telefonu seçə bilirsən ki, məsələn də sənin veb saytın düzdür, bu əsas front developerlara aiddir də. Yəni iPhone SE olanda necə görünəcək, nə bilim Surface nədir bu? Pro 7 hansı bir cihazdır bilmirəm. Galaxy Z Foldda necə görünəcək, bax elə. Daha doğrusu belə responsivlik anlayışı. Ümumiyyətlə frontla bağlı məlumatım var. Yox. Onda heç çox keçmədi. Yəni responsivlik Amma getmə, çox getmə. getsə gedəcək ona görə. Bu o Hə. lazım. Sonra gəlir konsol. Konsol bir bax bu nədir? Bizim frontla bağlı olan xətaları görmək üçündür və yaxud sadə bir məlumatları yazmaq üçündür. Bir növ belə də eləyə bilirsən. Məsələn, burada olan elementlər yoxdur. Elementlərin hər birinə burada onu çata bilərsən, sadə testlər apara bilərsən və s. və ilə axır. Bu bunun üçündür. Sonra source hissəyə gələndə artıq e, əgər build olunmuş kodu olmasa, burada biz şeyləri görə bilirik. Həmin burada olan faylları da indi açıq düzdür, indi biz gəl bu ikisindən baxaq. Bunda adətən biraz sonsuz sadə olur. Instagramda build olunmuş kod olur adətən. Onu da görmək problem olur. Yəni sorsa qaydaq. Burada əslində front kodlarını görə bilirsən. Əgər folder strukturun düz qruplarsa tapıb çıxarda bilirsən. Bəzən build olmuş kod olanda adlar biraz qəribə olur. Görən nə görə bilərik. Bu heç bura nəyə gəlib çıxıb? Bu normalda gəlməməli. Amma məsəl üçün şəkilləri falan görə bilirsən ki, hansı folderdadır və yaxud nə folderdadır. O şəkilləri və yaxud belində fronta aid olan bəzi şeyləri görə bilirsən sorsa. Hə, bizə lazım olan ən çox bu network hissəsidir. Network bayaq dediyimiz bizim API-larımıza sorğu gedir ha, frontdan. Bizim backendimizə gedən sorğuların hər biri burada izləyə bilirik. İndi burada bir dənə nüans var. Əgər backenddə sorğu gedəndə belə deyim, onun frontdan əslində daha çox əlaqəsi var. İstənilən halda frontdan backenddə sorğu gedir, amma iki dənə burada nüans var ki, bəzi situasiyalarda, daha doğrusu bəzi deməyək də yarı-yarı bölək. Birinci situasiyada nə olur? Bütün məlumatlar göndərilir və burada fikir versən, bax bu oxda reload olunacaq. Yəni səhifə yenidən yüklənəcək. Onda sənin cari sorğu, cari göndəriləndə, məsəl üçün, burada bir düyməyə vurursan ki, bir əməliyyat elə, o sorğunu şeydə görə bilməzsən, networkdə. Niyə görə? Sorğu çıxır, belə deyim, frontdan. Səhifə də yeniləndiyinə görə o sorğunu artıq networkdə göstərmir. Çünki səhifə yeniləndə axı sorğun da sənin
səhifə yenilənməmişdən qabaq getdiyinə görə artıq sən onu görə bilmirsən. Ta ki sən nələri görə biləcəksən? Məsələn, bax, biz burada bunu vursaq, network hissədə bax çoxlu sorğular görəcəyik. Burada istənilən bir sorğu var. Nə HTML faylların gətirmə var, şəkilləri gətirən var, nə var, nə var, nə var. Bəziləri bunun əslində şeylə əlaqədar olacaq. E, Browserdə extensionlar istifadə eləmsən, Upfront-ə aiddir. yox, məsələn, burada e, hər tərəfli ola bilər. Məsələn, şəkilləri tutaq ki, kəsib eləməyə və yaxud nə bilim nədir, e, tutaq ki, tema kimi eləmək istəyirsən, frontla bağlı nəsə işlər görə bilərsən. Extension nədir? Əlavələri yükləyirsən. Bəziləri bax onunla bağlı olacaq. Yəni bunlara fikir vermə. Məndə çıxa bilər, səndə çıxmaya bilər də, eyni bir yer olsa belə. Gəl indi bizə lazımdır elə şeylərə baxaq ki, saytın özünə aid olsun. Bu YouTube-a gedir. Hə, bax məsəl üçün bunun özü də API-dir. Hə, bax gəl bura. Bir dəqiqə bu hissəni təmizləyə bir balaca. Clear all eləyək. Bax indi bax burada görəcəksən. Request URL-ə fikir ver. Həmin bax URL-dir. Bu yazıb ki, YouTube tık 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 get data style IDs endpoint. Belə bir şey var, API var. Bax tipi, request metod bayaq deyirdi ya, get var, post var, nə var, nə var. Həmin bax bu adı bax belədir, request metod və yaxud da ki, API-mizin tipi. Bu o deməkdir ki, get request gedir. Burada status kodu var. Status kodlar bilsən nə üçündür? Sənin Bilirəm, bilirəm. API-ın daha doğrusu sənin API request göndərirəm. Ola bilər ki, bu request sənin API-və gedib çata bilər, çatmaya bilər. Və yaxud bayaq dediyimiz kimi bizim API-lərimiz hardadır? Serverdə yer alır da, düzdür? Server ola bilər ki, internet əlaqəsində problem olub, işləmir və yaxud sən serverində application'un belə deyim də run olması lazımdır da, çalışması lazımdır, çalışmır. Necə ki biz burada düyməyə vururuq, Visual Studio'da çalışdırırıq ha, proqramımızı. Eynilə orada da çalışması lazımdır. Düzdür, indi orada düyməyə vurmursan, başqa bir şeylər eləyirsən, fərqi yoxdur da, ümumi baxırıq. Çalışması lazımdır, ayaqda olmasın. Orada bir məsəl üçün də göndərdin məlumatı, frontun göndərdi. Sənin əgər backendində belə deyim də vəziyyət yaxşı deyilsə, cavab gəlməyəcək. Onda buradakı status kodlardan bilə bilirsən ki, back-endə gedən request-in nəticəsi salamatçılıqdır yoxsa yox, onlardan bilirsən. Status onu göstərir. 200 okeydirsə, hər şey qaydasındadır. İndi onlar da gələcək. Burada müxtəlif request tipləri var da. 200-lər var, 400-lər var, 300-lər var, 500-lər var. Onlar da gələcək. 100, 300, 400, 500. Hə, 400-lərlə xətalardır, 500-lər ümumiyyətlə serverdə salamatçılıq deyil, odur. Serverdə problem. Access-lə bağlı olur. 200-lər adətən OK request-lər. Bu 200-ü salamat qayıdıb. Remote adres nədir? Bunun üstünü çox qaraladım. Biz domain məntiqin danışanda yadındadır. Dedi ya, domainlərin hər birinin altında əslində IP və port yatır. Yadındadır bu məsələ. Abi, ha. Hə. Bu həmin domaindir. Onun altında yatan da həmin IP də budur. Bu onu göstərir. Sonra policy məsələsi də nə ilə bağlıdır? Elə bil sənin bax frontun var və backendin var. Sənin backendin, okey, serverdə run-dadır, düzdür. Burada əlavə restrictionlar qoya bilərsən. Bu, yəni şeylər, məhdudiyyətlər qoya bilərsən. Bu nə deməkdir? Sənin frontun, daha doğrusu sorry, request gələn hissə var. Bu frontundan da gələ bilər. Və yaxud məsələn, atıram da postman'dan da gələ bilər və yaxud nə bilim sonlayandan və yaxud digər bir başqa yerdən də. Əgər onlara müəyyən məhdudiyyətlər tətbiq eləmək istəyirsənsə, bu kimi belə deyim də polislərdən istifadə edirsən ki, hər kəs məni çağırmasın. Sadəcə icazə verdiyim yerlər məni çağıra bilsin. Məsələn, bu mənim frontum çağırsın, mobil cihaz məni çağırmasın və s. və ilə. Bu onlarla bağlıdır. Yenə də bunlar onsuz ətraflı şəkildə keçəcəyik. Bu ümumidir. Ha, bu arada sonra bir şey deməyi də unutdum. Bax, yəni qaydaq gözlə bir saniyə. Requestimizə bax klik eləyəndə klik elədi ya. Burada əslində növbəti tablarda açılır. Onları qeyd eləmədən gəldim mən birbaş başa düşdüm. Bax buradakı header hissə gördüm. Bayaqları biz iki hissə ayırmışdıq. Ha, requestimizin header'ı var və body'si var. O header elə həmin bu header'dır. Buradakılarsa əlavə məlumatlardır. Artıq bunu da browser özü bölüb də. Request'in backend'ə getməmişdən qabaqdır. Bu response nədir? Backend'i və request göndərdiyin oradan gələn nəticədir. Response onu bildirir. Amma bu header o header'dır da, yəni bayaq dediyimiz kimi.
Buradakı bütün məlumatlar prosta iki yerə bölünüb. General ümumi məlumatlar var. Bir də nədir? Spesifik məlumatlar var. Bunun da response header kimi adlanır. Yox, sorry. Bir dəqiqə. Oxu mən geri qaytarım. Hə, bu ümumi məlumatlardır. Niyə belə çəkdim mən? Bu dediyimiz kimi header-da gedən ümumi məlumatlardır. Bu da əslində responsun nəticəsində hansı ki back-endə sorğu göndərdin, oradan da bir məlumatlar qayıdır. Hansı ki var? Sən zaten back-endə request göndərəndə həm header göndərirsən, həm body-də, düzdür? Back-enddə bu şəkildə də çatır. Back-end həm bu header hissədən, həm də body hissədən məlumatlar oxuya bilir bizim API-miz. İstəsə bu header-dakı məlumatlara əlavə məlumatlar da əlavə eləyə bilər, istəsə dəyişiklik də eləyə bilər. Yəni sənin responsun qaydanda yenə də həmin bu header ora necə göndərilmişsə elə də qayıtmış olur əslində, amma dəyişikliklər də eləyə bilərsən.